Bugün Xankəndi şəhərinə ilk qayıdış gerçəkləşdi. Müxtəlif yerlərdə məskunlaşan və çətin şəraitdə yaşayan məcburi köçkünlərin bir qismi Xankəndiyə köçürülüb. Yer gəlmişkən xatırladaq ki, dekabrın 20-sində Xankəndinin Kərkicahan qəsəbəsinə də ilk köç olmuşdu. Xankəndi şəhərinə ilk köç kərvanı yola salındı. Xankəndi şəhərinə köç edənlər Respublikanın müxtəlif yerlərində əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir. İlk mərhələdə Xankəndi şəhərinə 36 ailə 162 nəfər yola salındı. Öz doğma yurduna qovuşan sakinlər təəssüratlarını bizimlə də bölüşdü. Mən orada bağçaya gedirdim. 30 ildən sonra qayıdıram, amma hər şey yadımdadır, hər şey gözümün qabağındadır. Sevinç hissi doluyuq bu dəqiqə. Şükür Allaha qayıdırıq öz yurdumuza. Ailəmlə gedirəm, 6 nəfərik. 4 otaqlı ev veriblər bizə. Xankəndindən gedək. Sağ-salamat çataq, şükür Allaha, şükür bugünkü bugünə. Hər şey qəşəngdir, hər şey abadlaşıqdır, çox gözəl şəhərdir. Mən yoldaşımla gələm, uşaq var evdə, balaca hərləri ora gəlib. Yəni, hazır olandan sonra da belə deyək götürəcək. Belə bir şey yoxdur orada, ona görə ikimiz gedirik hərləri. 4 otaqlı evlə təmin olunmuş. Ordumuz Allah daha da nətər deyim, güclü eləsin. Allah canları sağ eləsin. Biz bu isti yerdə, isti olaraqda yaşaya onlar, amma bizi qayamıza qoruyur, vətəni qoruyur, qarlı qışlı günlərdə. Sakinlər doğma torpaqlarına qovuşmağın sevincini yaşayırdılar. Doğma yurdlarına qayıdan sakinlər hər tərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdilər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən qəhrəman əskər və zabitlərimizə təşəkkür etdi. Bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət dilədilər. Xankəndində yaşamışam. 70-ci ildən orada yaşamışıq. İndi də hər istədə görə qaçqınlıq, köçkünlük belə oldu. İndi sağ-salamat qayıdırıq. Allah hamıya kömək dursun. Allah ordumuzu qorusun birinci növbədə. Şəhidlərimiz rəhmət eləsin. Qazilərimizə şəfa diləyirəm. Prezidentimizə can sağlığı versin. Bu şəraiti bizi yaradan hamıya can sağlığı versin. İndi sağ-salamat qayıdırığın Allahın köməkliyinə yaxşı olar. İndən belə bizə pis gün göstərməsin Allah. Hər şey yaxşı olar inşallah. 2 otaqlı evdə bir qızımla gedirəm. Qabaq çox idik. 8 baş ailə çıxmışıq. İndi də hər evlənən, köçən. Yoldaşım rəhmətə gedib, qızımla gedirəm. Bugün şükür ki, köçürük öz yurdumuza. Allah prezidentimin canını sağ eləsin, Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. İnşallah gələcəkdə uşaqlarımızı ora oxutdurmaq istəyirik, ailəmizlə qalmaq istəyirik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də can sağlığı versin. Necə müsibətlə çıxmışıq, necə çox pis halda. İndi əlbəttə ki, sevinç hissi ilə qayıdırıq öz vətənimizə. Bu köçdə nəzərə alınmaqla indiyədək 6633 ailə, 26513 nəfər məskunlaşıb.